Salamlar hər kəsə. Bugün Duolingo'da yazı bölməsində olan bir sual tipindən danışacağıq. Bu da şəkli describe etmək, yəni təsvir etməkdir. Və sizə 4 formula var ki, onun haqqında danışacağam. Bir çox tələbələr, məsələn, nə edirlər? Yazarkən və ya başlamazdan öncə nə görürlərsə onu yazırlar. Amma burada təbii ki də yazı bölməsi olduğu üçün biz burada düzgün dildən istifadə etməyə, dəqiq qrammatikadan istifadə etməyə də diqqət etməliyik. Çünki orada sizin sadəcə ideyanız yox, verdiyiniz cavab yox, həmçinin sizin yazınız yoxlanır. Yəni ki, düzgün yazı yazmısınızmı? Düzgün qrammatika, düzgün yazı quruluşu, sözlərin düzgün tələffüzü varmı, yoxmu? Bu da yoxlandığı üçün diqqətli olmalısınız. Amma ən böyük edilən səhv nədir? Məsələn, sualdır, what is happening? Nə baş verir şəkildə? Burada, məsələn, nümunə olaraq siz deyə bilərsiniz ki, the picture shows several people studying together in a library. Kitabxanada birlikdə dərs oxuyan insanlardan danışılır. Yadda saxlayın ki, siz bu insanların nə olduğunu, kim olduğunu, hansı ixtisasa sahib olduğunu, bir-birlərindən əlaqələri haqqında danışmamalısınız. Yəni, burada öz təsvir dünyanızı bir qırağa qoyub, sadəcə nə gördüyünüz haqqında yazmalısınız. Burada sizi çaşdırmasın ki, yəni mən ekstra detal verim və yaxud da yazımı genişləndirim deyə özünüzdən bir şeylər əlavə etməyə çox meyilli olmayın deyə bilərəm. Nə görürsünüz və nəyi yaza bilərsiniz? Actions, hərəkətlər. Məsələn, biri kofe doldurur, onun haqqında yaza bilərsiniz. Biri, məsələn, əlində qələm var, bir şeylər yazır, bunu yaza bilərsiniz. Biri laptopda bir şeylər yazır, bu haqqında yaza bilərsiniz. Bu hərəkətdir, bunu görürsünüz. Bu haqqında yaza bilərsiniz. İnsanların görünüşü, geyimləri və s. haqqında da yaza bilərsiniz. Ətrafda olan əşyalar, obyektlər haqqında da yaza bilərsiniz və lokasiyada görünür. Məsələn, bir parkdırsa, çox rahat bir şəkildə buranın park olduğunu, kitabxana olduğunu, məktəb olduğunu da vurğulaya bilərsiniz. Amma dediyim kimi yadda saxlayın, başqa bir şeylər vurğulamırıq, əlaqələri və s. vurğulamırıq. Və ən sonunda sadəcə ümumi atmosferi haqqında danışanda biraz orada öz imagination'ınızdan istifadə edə bilərsiniz. Məsələn, bir atmosfer əgər daha tündürsə, depressivdirsə, bu haqda yaza bilərsiniz. Və yaxud da ki, daha sakit və yaxud da daha, məsələn, yaydısa yay haqqında, yayın olduğunu görə bilərsiniz ki, günəşdir və s. Qışdırsa, ətrafda qar var və yaxud yağış yağır, bunu deyə bilərsiniz. Atmosferi ümumilikdə təxəyyülünüzü istifadə edərək təsvir edə bilərsiniz. Həmçinin istifadə elədiyiniz lüğətdə diqqətli olun. Çox ümumi məna bildirən sözlər istifadə eləməyin. Məsələn, nice, good, beautiful deməklə kifayətlənməyin. Burada daha bunu genişləndirmək olar. Məsələn, nice-i modernlə əvəz eləyə bilərsiniz. Məsələn, bir kafe shopdur, nice deməklə keçməyin. Həmçinin oranın modern formada dizayn olduğundan da danışın. Bu sizin nə qədər detallı bir şəkildə ingiliscə istifadə edə bildiyinizi göstərir. Və yaxud da ki, məsələn, crowdeddir. Məsələn, not bad, amma crowdeddir. Məsələn, çox insan var. Bu da sıxıcı görünür. Peacefuldur, yəni insanı rahat hiss elətdirən bir atmosferi var. Spaciousdır, yəni genişdir, daha belə ətrafda böyük bir yerdir, kiçik deyil, sıx bir yer deyil. Bright lit, işıqlıdır və s. Indoordur, outdoordur, bunu da deyə bilərsiniz ki, məsələn, çöldür, içəridir və s. İnsanların, məsələn, fokusda olduğunu, hamının bir şeyə fokuslanıbmı, şəndirmi, gülürlərmi, yoxsa özlərini pis hiss edirlərmi? Bu halda da siz sifətləri istifadə edərək də insanların ümumi mudu haqqında da danışa bilərsiniz. Şəkli görürsünüz. Zəhmət olmasa videonu dayandırın. Əslində 3 dəqiqə vaxtınız var, amma çalışın ki 3 dəqiqə ərzində yazın. Amma yaza bilməsənizdə narahat olmayın. 5 dəqiqə, 7 dəqiqə, 10 dəqiqə, yəni necə yaza bilirsinizsə, bu şəkli təsvir etməyə çalışın və kommentlər hissəsini əlavə eləyin. Mütləq oxuyacağam və yazandan sonra da öz cavabınızı mənim sample responsumdan müqayisə edə bilərsiniz. Məsələn, mənim sample responsum, yəni nümunə cavabım nədir? The picture shows a woman working on her laptop in a cafe. She's sitting at a table with a cup of coffee beside her. And the cafe appears bright and modern. The atmosphere looks calm, making it a comfortable place to study or work. Hansı ki qısadır, sadəcə nə görmüşəmsə onu təsvir etmişəm, özümdən bir məlumat əlavə etməmişəm, qadının hansı işlə məşğul olduğunu, kim olduğunu və s. Sadəcə nə görmüşəmsə onu düzgün qrammatika və strukturu və sözləri istifadə etməklə yazmışam. Bu qədər.